Bir çox insanlar payızda daraqlarında getdikcə daha çox tük yığıldığını görür. Yenavaz.com Daily Mail-ə istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə əksər hallarda bu, orqanizmin fəsillərin dəyişməsinə tamamilə normal reaksiyasıdır. Saç və baş dərisi xəstəlikləri üzrə ixtisaslaşmış dermatoloq Paul Farrand bildirir ki, orta hesabla başımızda təxminən 100 min tük böyüyür və onların təxminən 10% daim tökülür. Stat: Bununla belə ətraf mühitdəki dəyişikliklər, məsələn temperaturun aşağı düşməsi saçların böyümə dövrünü təsir edə bilər. Statın sonu: Bildirilir ki, soyuq aylarda saç tökülməsinin artmasına səbəb olan bir amildir və mütəxəssislər bu prosesi təxminən sentyabr ayında başlayan mövsümi saç tökülməsi adlandırırlar. Tədqiqatçılar hesab edirlər ki, mövsümi saç tökülməsi yay mövsümünün müəyyən nüansları ilə də bağlı ola bilər. Məsələn, yayda bədən D vitamininin təsirinə daha çox məruz qalır. Bu da temperaturun aşağı düşməsi ilə çox miqdarda saçın tökülməsinə səbəb olur. Stat: Ancaq yaxşı xəbər budur ki, mövsümi saç tökülməsi nisbətən qısa müddətə, təxminən 3 ay davam edir və siz heç vaxt tonlarla saç itirmirsiniz. Statın sonu: Mövsümi saç tökülməsini minimuma endirmək üçün mütəxəssislər qışda saçlarınıza əlavə güc vermək üçün zülolla zəngin balanslaşdırılmış pəhriz saxlamağı məsləhət görürlər. Paul Farrand qeyd edib ki, qida çatışmazlığı da saç tökülməsinə səbəb ola bilər. Stat: Bu baxımdan saçların sağlam uzanması üçün dəmir, omega 3 yağ turşuları, sink və fol turşusu ilə zəngin qidalardan istifadə etmək tövsiyə edilir. Statın sonu.